izləyicilərimiz, demək, sizə biraz əvvəl videosunu çəkib göstərmişdim. Aparatımızı boyaladıq. Baxın əziz izləyicilərimiz, 5.5 kilovat 32 valla olan ot doğrayanımız. 5.5 kilovat. Yəni bu canavar motorudur. Bundan Kitay 3 dənə 4 dənə belə motor düzəldir. 5.5 kilovat demək 220 voltla işləyir hal-hazırda. 380 voltla da işlədə bilərsiniz. Hal-hazırda 220 voltdur. Bu bizim 2 dənə yonca presi doğradıq çəkilişdən qabaq. Buyurun. Yonca presi dedikdə əziz izləyicilərimiz, bax belə qanqal otlardır doğradığımız. İnşallah demək sizə o günü demişdim bu haqda 90 dərəcəyə indi qaytaracağıq. 45 dərəcədədir inşallah aparatımız. Qaytaracağıq 90 dərəcəyə. Bax bu vasitə ilə boltları açacağıq. Bura bağladıqda oldu artıq yemüydən. İnşallah bu dəqiqə bıçaqlarımızı dəyişək. Boşqamızı çıxardaq. Gördüyünüz kimi dənli bitkilərə aid olan bunkerimiz və dənli bitkilərə aid olan ələyimiz. İnşallah demək, əziz izləyicilərimiz, otumuzu doğradıq, boşqamızı çıxartdıq, ot ələyini çıxartdıq və yaxın gəl, ot çıxışını, bir dəqiqə bax, yadımızdan çıxıb çıxışı bağlamamışıq, çıxışı bağlamaq lazımdır. Bir dəqiqə çıxışı bağlayaq, deyirəm asın. 13 hasar oradan ver, stolun üstündədir. Yox, ver 13 hasarı. Mavi. Sağ ol. Otun çıxışını bağladıq və yemin çıxışını açdıq. İnşallah demək. Aparatımızı çəkək. Yox, gəl hal-hazırda hələm. Alırız 10 kilo. Alırız. Ya Allah. Ya Allah. Demək. 10 kilo buğda dənli bitkisi. Bunları bir-birinə qarışdıraq. Bu şəkildə. Aha. On kilogramda arpa dənli bitkisi. Ya Allah, bismillah. Aha. Hal-hazırda aparatımızda 30 kilo dənli bitki var. Sənəmizdə uçmasın. Aha. Ya Allah, bismillah. Onu da qarışdıraq. Və başlayaq inşallah dənli bitkimizi üyütməyə. Demək, əziz izləyicilər, işığımız 225'dir. Ya Allah. Ya Allah.
Əziz izləyicilərimiz, dənli bitkiləri üyütmə zamanı gördüyünüz kimi demək olar ki, tozlanmamız yoxdur aparatımızda. Mühərrikimiz hal-hazırda 16-17 amper ağırlığında işləyir. Işığımız da 225 volt. Mesela sen Əziz izləyicilərimiz, dörtlük ələklə üyütdüyümüz üst dənli bitkinin nəticəsi. Buyurun. 30 kiloqramlıq üst dənli bitkinin nəticəsi. Mən videonu özüm saxladım ki, əziz izləyicilərimiz, video uzun çəkməsin. Buyurun. Əsl iri buynuzlular üçün üyüdülmüş həcim. Allah işlərinizi avan eləsin, əziz izləyicilərimiz. Gördüyünüz kimi 5.5 kW-lıq mühərriklə universal 4 kamerli təkər üstündə istədiyiniz yerə daşınılması asan, həm ot, həm dənli bitkiləri üyüdən aparat. Allah amanında olun, baxdığınız üçün çox sağ olun. Allah amanında.